Bu aslında mənim çoxsankı arzumdur. Hətta belə deyim, uşaqlıq arzum idi ki, ha vaxtsa da evlənəsi olsam, qeyri-adi bir şey, necə deyim, evlənmək təklif eləyim. Yəni, seçəcəyim xanımla. O da Allahın bugünkü gününə şükür olsun ki, Çinara xanım, tanış olduq Çinara xanımla. Restoranda zaten hamı eləyir, restoranda və yaxud da hansısa bir parkda hamı eləyir. Amma avtobusun içində, sərnişinlərin içində biraz həyəcan, özüm də orada da kamerada görübsünüz, videoda üzrəcə həyəcanlıyam. Xanım vəbşə həyəcanlıydı, heç düşünmürdü ki, belə bir şey orada. Belə alındı, Allah'a şükürlər olsun, çox şadam. Bir neçə dəfə getdim, işlədiyi yerə kimi getdim. Oldu bir-iki üç dəfə yaxınlaşdım, biraz yani bu təbii haldır ki, xanımdır, elə bir reaksiya vermədi. Bunu Türklər demiş, pəs etmədim. Əslində bu təklifi gözləmirdim. Sadəcə mənə zəng elədi, dedi ki, mən sənə ünvan desəm, ora gələ bilərsən. Dedim ki, gələrəm. Və gəldim, mənə dedi ki, Asnıqqada məni gözlə, mən bir 20 dəqiqəyə oradayım. Gözlədim, gəldi. Əslində düşünmürdüm burada marşrutda belə bir təklif olunsun. Düşünürdüm ki, harasa gedəcəyim. Mənə demişdi ki, gəlib səni götürəcəm, işi təhvil verim, bir sürprizim var, ora gedəcəyim. Çox həyəcanlandım, amma hə dedim. Allah razı olsun.